Leyla Əliyeva və Arzu Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında təşkil olunan iftar süfrəsində iştirak etdi. Azərbaycanın müxtəlif rayonlarından şəhid analarının dəvət olunduğu iftar mərasimində Qurani Kərimdən ayələr oxundu. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən oğullarının ruhuna dualar edildi. Allah şəhid analarına ömür versin, Allah qazilərimizi hifz eləsin. Allah vətənimizi qorusun, dövlətimizi qorusun. Çıxışlar zamanı Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə vətən oğullarının, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı uğrundakı qəhrəmanlıqlarından bəhs edildi. Fireland Group'un Mənim Oğlum Qəhrəmandır layihəsinin Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın tanınan incəsənət xadimləri də çıxış etdi. Qeyd edək ki, Mənim Atam Qəhrəmandır və Mənim Oğlum Qəhrəmandır layihələri artıq 5 ildir ki, həyata keçirilir. Bu layihələrin çərçivəsində Azərbaycanın müxtəlif yerlərində şəhid ailələri ilə birgə tədbirlər təşkil olunur. Ayşən Cümşudova, Alik Əliyev, ASTV Xəbər.